Deməli, deyir ki, daxil edilən ixtiyari üç ədədin hasilini tapan blok sxem. Deyən giriş veririk. Sonra Bir 3 dənə saniye, bir ədəd saniye bir izahat verək nə videosu olduğuna. Koderadan dərsləri yazırıq. Dərslər. Hamısında birinci sualları yazırıq, yəni alqoritmləri. Hı -hı. Bəli, başlayaq. Birinci sual nə edirik? burada giriş veririk. Sonra Hı -hı. bizdə verir. Girişə nə veririk? 3 ixtiyari 3 dənə ədəd veririk. Məsələn, ABC. Hı -hı. Daha sonra isə bunların hasilini S veririk, bir dənə də 1 veririk S. Ehtiyac yoxdur. S-in ilkin qiymətinə ehtiyac yoxdur. S o Tamam. zaman bir verərsən ki, səndə bir döngü olmalıdır, yəni dövr olmalıdır. Hər dəfə S-i yeni qiymətlə mənimsətməlisən. Yəni, məsəl üçün, 15 dənə ardıcıl 10 ədədindən 15 ədədin hasili olsa, sən hər dəfə S-i yeni ədədə vurmaq üçün S bərabərdir, S vurulsun, məsəl üçün, N edirsən də, tutalım ki, düzdür və yaxud da A edirsən, fərqi yoxdur. Belə yazmalısan ki, hər dəfə köhnə qiyməti yeni N-ə vurasan. Onda sənə S-in birinci başlanğıc qiyməti lazımdır ki, niyə qoyursan bura? S bərabərdir 1 qoyursan ki. Burada birinci S-i vuranda, axı hələ heç nəyə vurmamısan, bu S vur N eləyəndə error verməsin də, yəni bu S-in bir qiyməti olsun başlanğıcı. Amma burada əgər S bərabər 3 ədədin hasilidir, A vur, B vur, C olacaqsa, sənə başlanğıc ehtiyac deyil. Yəni elə promo yazırsan ki, S bərabərdir A vur, B vur, C və Sonra da çıxırsan. print iş qutar. Vəssalam. Sonra bu ikincidə ixtiyari tam ədədin sıfıra bərabər, böyük və ya kiçik olmasını istəyir. Deyən girişə n veririk. Verdik. Sonra şərt bloku qoyub n-in sıfırdan böyük olub olmamanı qoyuruq. Hı Hər qoluna getsə, çap eləyəcəyik ki, n sıfırdan böyükdür. -hı. Yox qoluna gedəndə də ki, bir dənə də şərt qoyuruq. Əgər n sıfıra bərabərdirsə, n sıfıra bərabərdir. Əgər sıfırdan bərabər deyilsə, n sıfırdan kiçikdir qoyuruq. Bərabərdir. Yoxdur da kiçikdir. Vəssalam. Üçüncü dəst. Hı. Aha. Deyir ki, bir yüz parçasındakı tək ədədlərin cəmini cüt ədədlərin hasilini çap eləyən. Burada belə eləyək. A-ya 1 verək. S olsun təklərin cəmi 0. P-dəki olsun hasilə verəcəyimiz qiymət 1 olsun. Veya 1 verdik. Aha. Bəli, şərt bloku qoyuruq ki, Bir A saniye. əgər A'ya 1 verdik. Ne verdik? Bir de zahmet olmasın. A-ya 1, S-ə 0, P-yə 1. 0 P1. Aha. Sonra şərt blokunda qoyuruq ki, A əgər 100-dən kiçik bərabərdirsə, hə qoluna getsə, Hı hı. sonra bir dənə də şərt qoyuruq ki, hə qoluna gedəndən sonra. Əgər A-nın 2-yə qalığı 0-dırsa, hə qolunda S bərabərdir S üstə gəlinsin A, sonra da ki, A bərabərdir A üstə gəlinsin 1. Hı hı. A beraber. Yəni, bərabərdir A üstə gəlsin 1. Yox qoluna da ki, P bərabərdir P vurulsun A. Sonra da ki, A bərabərdir A üstə gəlinsin 1. Bunların ikisi də dövr olaraq qayıdacaq birinci şərt blokuna. Həmin birinci şərt blokunun yox hissəsinə də S-dən P-ni çap edəcək.
P. Doğrudur. Yox, amma hə, təklərin cəmini tərsinə yazmışıq. Hə, təklərin cəmini olmalı deyib Fatih. Təklərin cəmini eləmədik ki. Yox, cütlərin cəmini. Hə, bir elədim bunu. Təklərin cəmini, cütlərin hasilini. Hə, yox. Hə, düz. Mhm. Sonra deyir ki, bir n aralığındakı tək ədədlərin kvadratları hasilini və cüt ədədlərin kubları cəmini təyin edən. Burada amma bax belə verib də bir eni. Bayaqkında 1-100 aralığı demişdi. Biz onun üçün Burada A eşitdir bərabərdir 100 qoyduq. burada n Burada qoyacağıq. A hə, kiçikdir bərabər. bir en qoyub, belə qoyub. Aha. Hə. Burada girişə bir dənə n ədədi veririk. Daha sonra yazırıq ki, A bərabərdir 1, B bərabərdir 1, bir dənə də ki, C bərabərdir 0. Aha. Yox, bircə dəqiqə, nə deyirdi? Səhv Tək ədədlər, eləmirsən. Yaxşı cüt ədədlərin gedirsən. kublar cəmi, hə, cəmidir. Gedirsən narahat. Aha. Deməli, burada şərt bloku qoyuruq. Şərt blokunu Hı. qoyandan sonra yazırıq ki, əgər A n-dən kiçikdirsə, Ay, bir saniyə. Bir saniyə. Hı. A n-dən kiçikdirsə, hə. burada hə qoluna yazacağıq ki, A-nın 2-yə qalığı 1-dirsə, bizdən tək ədədlərin kvadratları hasilini eləyir. Hə. A 2-yə qalığı 1-dirsə, B bərabərdir, hə qolunda. B bərabərdir, B vurulsun, A üstü 2. B təkləri tək edən kvadratları hasili. Aha. B bərabərdir. Bəlkə B Yo, vurulsun, yo, A yo. üstü 2. Yo, yo. Sən B-ni axı artırdın ki, B, məsəl üçün, B tam Oradan ki, yazdım. 3-dür, sonra 9-dan başlayacaq, məsəl üçün. B-ni mənimsətmədə B-nin üstünə gəl. Aha. Bax, Fatih. B bərabərdir, B üstə gəlinsin. Sənin dəyişənin A-dır burada. A-nın kvadratları cəmi deyir. Nə deyir? Kvadratları Hasil. A-nın tək ədədin kvadratları hasilini Hasil. tapsın. Deməli, B bərabərdir. B vurulsun A-nın kvadratı. Aha. Sən dəyişəni A kimi qoymusan, axı A-nı müqayisə edirsən. B-ni niyə kvadrata yüksəldirsən ki? B-ni yüksəltmədim orada. Yəni ki, A-nın kvadratı birinci qüvvət olur, sonra vurma. Ona görə elə yazdım. B bərabərdir B kvadrat dediyini eşitdim ona görə. Aha, yaxşı. İndi nə edirik? İndi B-ni tapdıq. Sonradakı A üstə gəlsin, A bərabərdir A üstə gəlsin 1 olur. Aha. Burada Hə. o ikinci şərt blokunun yoxuna da yazacağıq ki, C 0 idi da, C bərabərdir. Bizdən cütlərin kublar cəmini istəyir. C üstə gəlinsin, A üstü 3. Sonra da A bərabərdir A üstə gəlsin 1. Birinci şərt blokunun da yoxunda da ki, C ilə B-ni çap eləyəcək. Peki. Sonra 5-cidə deyir ki, n natural ədəd üçün 5-dən başlayaraq tək ədədlərin cəmini çap eləyir. Deməli, birinci girişə n ədədini verəcəyik. Deməli, cəmimizi yazaq bura. S bərabərdir. Hamıda 0. da görsün. 7 + 9. Bu cəm üçün hesablayırıq S-i. Aha. Deməli, birinci girişə n-i verdik. Daha sonra s-i 0-a bərabər eləyirik. Bir dənə də ki, A bərabərdir 5 yazarıq.
Bəli, başlanğıc qiymətimiz 5 olduğu üçün. Aha. Sonra şərt bloku qoyuruq ki, nə qədər ki A kiçik bərabərdir N-ə, hər qoluna gedəcək ki, S bərabərdir S üstə gəlinsin A, daha sonra da ki A bərabərdir A üstə gəlinsin 2. Bəli, tamamilə doğru. Sonra buradan qayıdacaq birinci şərt blokuna dövr eləyəcək. Hı. Yox, qolunda da ki S-i çap eləyəcək birinci şərt blokuna. Bəli, əla. Dəst altı. İxtiyari n sayda tam ədədin ədədi Və də ortası. ortasına. Hı -hı. Demək, girişə bir dənə n veririk, sonra bir dənə Ədəd s orta nə verək, s-i üçün bərabər lazımdır? eləyirəm. Hə? Aha. Ədəd orta necə tapırdı? Ədədlərin cəminin saya nisbəti. Hı. S-i sıfıra bərabər eləyək. Bir dənə də ki, A verək də. A bərabərdir 0 qoyun burada 1. Bax, indi gəl belə bir şey deyək. Bir dənə cəm saymalısan. Bir dənə də sayların saymalısan ki, neçədə nədir? Deməli, A da 0 olmalıdır. Neçə dənə saydıqca sayasan ki, neçə dənə A oldu. Haqqında Bəli. cəmləyəsən. Aha. Bir dənə şərt blokunda qoyacağıq ki, A kiçikdir, bərabərdirsə n-dən. Bir Əgər bərabərdirsə n-dən yox. 0, əgər 0 götürmüşüksə n-dən olması üçün kiçikdir n qoymalıydıq. Əgər aha, A-nı 1 götürsəydik, kiçikdir, bərabərdir n qoyacağıq. Yəni 5 dənə oldu. sayasıyıqsa n dənə lazımdır bizə. 5 dənə sayırıqsa 0, 1, 2, 3, 4. Bu da n-dir. N də tutam ki 5-dir. 5 dənə olur da, yəni 5-ci olanda çıxmalıdır. Əgər belə sayırıqsa 1, 2, 3, 4, 5. N də 5-dir. Belə götürə bilərik də 5-i də götürsün. Bəli. Hı Sonra hər qolunu gedəndən sonra -hı. bizdə S-ə cəm yazmışıqsa, S bərabərdir A üstə gəlsin S-ə. Ya, A nədir ki 0-dır? A necə artırasan? Hə, Sualı bir də birinci oxu. artıraq, Sualı birinci bir də artıraq. oxu. N sayda tam ədədin ədədi ortasını deyir. 6-cı sual oxursan. Bəli. Başdan sualı bir də oxu. Daxil edilən ixtiyari n sayda tam ədədin Aha, bir ədədi də oxu. ortasını Bir tapın. də oxu. Daxil edilən ixtiyari n sayda tam ədədin ədədi ortasını çap eləyən Ha, indi proqram. sözsüz oxu bir dənə zəhmət olmasa. Sözsüz oxu. Daxil edilən Daxil ixtiyari edilən. n sayda. Daxil edilən. Ha, İndi sonra. Daxil edilən. İxtiyari n sayda İxtiyari. Nə deməkdir? Daxil edilən ixtiyari. hər hansı bir Ha, indi rəqəm. onu necə edək onda? Bizdə dəqiqə yazmışdıq bunu. Biri var Fatih, sən bilirsən ki, bunları daxil edəsən, bax. S bərabərdir, bayaq ki, 5, 7, 9, bilirsən nədir. Bir də var ki, ixtiyari ədədləri toplayırsan da, nə bilim, 13, üstəgəl 129, üstəgəl 85, üstəgəl 76. İxtiyari də toplayırsan. Bizim bir i'miz yoxdur hal-hazırda. İ'ni necə daxil edəcəyim? Ee, Yadımdan çıxdı deyil. Dövrün içində daxil edəcəyik sadəcə. Dövrün içində hər dəfə ədəd daxil edəcəyik. Elə bil ki, forun içində input vermirsən. For var səndə bir dənə. For dövrü. Bu dövrün içində, məsələn, for in. Okay, ah. Hər dəfə burada təzədən yazın ki, n bərabərdir int input məsəl üçün. Məsələn. Heç tam onu yazmadım. Yəni demək istəyirəm ki, necə ki dövrün içində input vermirsən, o formada input verirsən də daxilinə.
Hər dəfə indi i-ni verək. Ədədi burada versin hər dəfə. İndi nə edəcək Fatih? İndi S bərabərdir S üstə gəlinsin i olacaq. Hı hı. Sonradakı A bərabərdir A üstə gəlinsin 1. Hı hı. Onda heç nə, hədə düzdür. Buradan da ki, yox qoluna gedəndə də ki, yazacağıq ki, S yox, bir dənə də ədəd verək də, onda dəyişən, bir dənə də dəyişən verək. Verdim. F bərabərdir S bölünsün A. 7-ci dərs. Deyək ki, bütün natural iki rəqəmli üçə tam bölünən ədədlərin hasilini çap edən algoritmin blok sxemi var. Burada məsələn bütün iki rəqəmli dediyinə Natural görə, 2 rəqəmli. Aha, harda məsələn dayanacaq? mən burada A yox elə A-nı 12-yə bərabər eləyib eləyə bilərəm də. Edə bilərsən, bəli. Başlayaq. Bir dənə dəyişən verək. A A bərabərdir 12, bir dənə S bərabərdir 0. Bir dənə də ki B bərabərdir 99 verək. Hı hı. Sonra şərt blokunda yazırıq ki, nə qədər ki A kiçik bərabərdir 99-dan, Hı. hər qoluna gedəndə yazırıq ki, S bərabərdir S üstə gəlinsin A. Bir dənə şərti amma bir dənə oxu. Bir dəfə də oxu şərti. Gör harda səhv eləmişik, səhv var. Bir dənə də oxu 7-ni. Bu natural iki rəqəmli üçə tam bölünür. Hə, davamını oxu da Fatih. Yarımçıq oxursan. Ədədlərin hasilini çap edin. Bizdən S-i 0 yox, S-i 1 verməliydik. Bəli. S-i 1 veririk, yazırıq ki, bizə hasilini istəyir də, hə. S bərabərdir S vurulsun A. A da bərabərdir A üstə gəlinsin 3. Üzr istəyirəm. Hı. Все. Dövürürük, sonra da S-i çap edirik. Bitdi. Sonra 8-də deyir ki, daxil edən n naturalı üçün bu deməli bir dənə S veririk. S-ə 0 veririk burada. Bir dənə n daxil edirik. Bir dənə də ki A veririk. Yəni bir şey deyim, uşaqlar baxacaq bu videoya. Burada həmişə nəzərə alın ki, bax, bu 1 üstü 1 olur da. Birdir. Aha. A üstə A kimi yazacağıq Aha. burada. Bir dənə Deməli, A nə veririk. edirik? Hə, n daxil etdik. Etdik yeni də. N daxil edirik. Sonra S-ə 0 veririk. A-ya 1. A-ya 1. Yazır bir dənə şərt bloku qoyacağıq ki, nə qədər ki n A kiçik bərabərdir n-dən. Aha. Hər şərtinə gedəndə, hər tərəfinə gedəndə S bərabər olacaq. S üstə gəlinsin A üstü A. Belə yazın. A üstü A. Sonradakı A bərabər olacaq A üstə gəlinsin 2. Dik. Buradan da ki S-i çap eləyəcək yox qanunda. Şey. 9-da. Aha. Da daxil edən n natural ədəd üçün verilmiş sıranın bizə bir cəmin hesablayacağıq. Hər yenə. Bir saniyə, üzrü say. Sıranı verib 2-də 1-in kvadratı üstə gəlsin. 4-də 1 üstü 4 üstü. Eyni şeyin kəsirli formasıdır. Hə. 6. Burada bir dənə n daxil edəcəyik. Hı hı.
Sonra S-ə 0, A-ya da ki 2 verək. Sonra yazacağıq ki, A nə qədər ki kiçik bərabərdir N-dən. Bərabərdir N-dən. Aha. Hə, qolunda yazacağıq ki, S bərabərdir. S üstə gəlinsin. Bir də mötərizə açaq. 1, 2 bölünsün A üstü A. Sonra da ikinci şərt orta A bərabərdir A üstə gəlinsin 2. Mükemmel. Yo, algoritm yazabilirsin ha Fatih öz aramızda. Və 10-cu sualda da ki, burada da bildim. Bəs sən o gün online'da niyə elə yazırdın Fatih? Mən ona görə səni Nə qoşdum. var? OTK-nın 20 sınavını yazanda sən yaza bilmədin rahat algoritmi. Mən elə bildim sən yaza bilmirsən. Bilmirəm, yadımda deyil, yadımdan çıxdı yəqin. Burada burada da cəm kimidir. Prosta mənfiyə vuracaq hər dəfə. S-ə bir dənə 0 verək. Bir dənə də heç nə də 100-ü veribdi onsuz da. S-ə 0, A-ya da ki 1 verək. Sonra yazaq ki, şərt blokunda A nə qədər ki kiçik bərabərdirsə 100-dən. Hı hı. Burada olar ki, bir dənə də n verək. Hər dəfə həm n-in üstünə 1 gələk, həm də a-nın üstünə 1 gələk. Niyə ki? Ki, bir dəfə n-i həmişə mənfiyə vurub üstünə gələk də. Sən Elə. buna A qoymusan. Bu da A plus 1 deyil. Bu A Bəli. olanda bu da A plus 1 olmayacaq ki. Neynirsən ki? Hamısının Hı. kvadratları. Hə. Davam elə. Yazacağıq ki, sizə dəqiqə fikirləşim. S bərabərdir. S Bərabərdir. S üstə üstə gəl. gəlinsin. Hə, indi nə Mötərizədə görürsən deyən? mötərizədə 1 bölünsün. A üstü 2, A-nın kvadratı üstə gəlinsin. Burada aradakı. Vurulsun, A üstə gəlsin 1. Kvadratı vurulsun. A üstə gəlinsin 1. Gəlsin 1. A kvadratın burada mötərizəyə almasaq da olardı. Onsuz da üstünün kvadratdadır. Amma burada Bəli. plus 1-i mütləq mötərizəyə almalısan da bilirsən. Yoxsa vurub Bəli. A'ya sonra 1 gələr üstünə. Bəli. Sonramda ki, ikincidə də ki, A-nı bərabər eləyəcəyik. Bir də mötərizə qoyacağıq. A üstə gəlsin 1, vurulsun mənfi. A yox, yox. A bərabərdə A plus 1 vəsiyo. Arada çıxma üstə gəlsin 1 var O axı. çıxmanı başqa şeylə eləyəsən. Necə eləyirdik? Nə qoyurduq? Başqa dəyişən qoyurduq. Həmişə də eyni dəyişəni qoyuram özdən. K bərabərdir 1. Aha, indi neynəyəcəkdik? Bunu nəyə vururdun həmişə? Mənfi K-ya. Bunu vurursan K-ya cəmi. Hə, K-nı da dəyişirsən. Burada yer yoxdur, bu tərəfə eləyəcəm. K da bərabər olur mənfi K. Vəsiyo. Çap edirsən S-i. Bitdi. Ha, getdikcə mürəkkəbləşirik Fatih. Dəst 10. 11. 11, hə, 11. Daxil edilən n-ə qədər natural ədədin faktorialını çap edən proqram. Hə, endə daxil yaz. Bir dənə n daxil eləyik. N ədədin faktorial. S-ə 1 verək. Bir dənə də A verək. Sonra
Şərt blokunda qoyaq ki, nə qədər ki A kiçik bərabərdirsə n-ə, yox, n-ə qədər deyil də. Yəni bir Bir də saniyə zəmin olmasa, n-ə qədər natural faktorialını çap etsin hər dəfə. Aha, yaxşı. kiçikdir n-dən. Hə, şərt qoyduq. Aha. A kiçikdir, bərabərdir n-lə. Bəli. Nədir indi? Burada hər dəfə elə bil ki, A-nı vuracaq açıq birlərə. Onda Bərabərdir, Fatih, düzdür? Yəni faktorialın. bəli, Bir faktorial tərtdir. S vurulsun A-ya. Düzdürmü? bəli, Amma deyir hər dəfə bunu çap eləsin də, düzdürmü? S-i tapdıq əməldə. İndi S-i çap eləsin. Hər dəfə çap istəyir də, düzdürmü? Deyir bəli. ki, daxil edilən n-ə qədər natural ədədin faktorialını çap eləyin. Yəni hər dəfə çap eləsin. S-i burada çap edirik və sonra nə edirik? A-nı dəyişirik. A vursun artacaq bir. 1. Sənin bir dənə yeganə problemin burada nə görürəm mən? Daxildəki çapı, daxildəki inputu başa düşmürsən tam olaraq. Yəni hər dəfə çap eləyir deyirsə, bu dövrün içində print olmalıdır da. Başa düşdün? Yaxı misallarda görürsən də var da. O gün nümunə də göstərdim sizə ki, Bəli. print dövrün daxilində ola bilər. I kiçikdir 9-dan. Bu buna aid deyil, ha, prosta deyirəm. Nə qədər ki i kiçikdir 9-dan, məsəl üçün, i bərabərdir i plus 1, print i. Düzdür? Nə Bəli. olacaq? Bu hər dəfə çap eləyəcək də. Bir də var ki, yazı i kiçikdir bölü 9-dan, i bərabərdir i plus 1, print i. Burada i-ni sonda çap eləyəcək də bir dəfə, düzdürmü? Dövrün sonunda bir dəfə çap edəcək. Amma burada i-ni hər dəfə çap edəcək. Sən normalda burada s-i çap eləməməliydik biz. Yəni həmişə burada çap edirsən də, düzdürmü? Aha. Hı -hı. Artıq burada ehtiyac yoxdur. Dövr bitir, son olur. Çünki sən hər dəfə belə çap elədin də burada. Başa düşdün? Bəli. Yəni həmişə burada elədiyin çap bu alqoritmdir. Bu proqramın alqoritmidir məsəl üçün. Yəni bu tipdə sonda bir dəfə dövr bitir, axırıncı i-nin axırıncı qiymətini çap edir. Burada etdiyin iş isə budur. Hər dəfə dövrdə çap eləməyini istəyirsən. Yəni sualı oxuyanda bir dənə o hissəyə diqqət elə ki, səndən hər dəfə mi çap istəyir, sonda mı istəyir, ixtiyari ədəd istəyirsə hər dəfə dövrün içindəmi sən ixtiyari ədəd verməlisən, yoxsa ə, elə sənə bir sıra, nizamlı bir sıra verib o sırada mı ədədlərini götürəsən? Buna diqqət etmək lazımdır sadəcə. Aha, dərs 12. Deməli deyir ki, daxil edən n natural ədəd üçün 7-dən başlayaraq hər bir ədədin cəmini istəyir. N plus 1-ə qədər. Bu mənası var ki yazmamızın. Bayaq Xeyr. bu elə ondandır. Fərqi yoxdur. Cüt naturaldan hasilini yox. Daxilin en sayda ədəddən ən böyük. 14-ü yazırıq. Dəst 14. Hə. Burada bir dənə n-i daxil edirik. En sayda ədəddən, daxil edən en sayda ədəddən, hansı ədəddən? İxtiyari ədəddən. Ən Deyər. böyüyünü çap eləsin. Aha. Burada n-i daxil edirik. Sonra da ki bir dənə s verək. S-i 0-a bərabər eləyir. Axırda s-i ən böyüyünə mənimsədərik də. S bərabərdir 0. Sonra Bəlkə ay Fatih, ədədlərimiz bunlardır. -5, -9, -3. Bunların ən böyüyünü tapmalısan bəlkə.
Natural ədəd deyir orada. Natural ədəd demir axı orada. İxtiyari deyir, ixtiyari. Natural ədəd söhbəti yoxdur. Esi sıfır qoydun. Nə vaxt böyüyünə mənimsədəsən hansı arada? Mən yazım bunu istəyirsənsə. Olar. Deməli, bu tip məsələdə sən fikirləşməlisən ki, sənin ən böyüyün kimi, yəni bunların içində müqayisə aparırsansa, buradan götürməlisən. Buradan birini götürməlisən ki, sonra müqayisəyə davam edəsən. Aydındır? Bəli, Sonra müqayisə etməyə başlayasın. Yəni bir sinifdə şagirdlərin yaşını müzakirə edirsənsə, və yaxud da bir sinifdə ixtiyari 10 nəfər var bir otaqda. İxtiyari 10 nəfər arasında ən böyüyünü götürmək istəyirsən, birini başlayıb sonra müqayisə edəsən də bir-bir. Doğrudur ki, sənin neçə yaşın var? Bəli, məsəl üçün mənim 40 yaşım var. Sənin neçə yaşın var? 35. Hə, 35 getdi, ən böyüyü lazımdır axı mənə. Aydındır? Belə bəli, ondan sonra gələcək 50, hə 40 getdi, 50-ni götürəsən. Belə fikirləş. Ona görə də bu tip məsələlərdə birinci olaraq sən əslində işləmişik bundan da. Birinci olaraq bir dənə ədədi daxil etməlisən. Bu arada en sayda ədəd dediyi eni də daxil etməliyik axı. En bəli. sayda ədəd daxil etdik. Sonra bir dənə max daxil edək məsəl üçün. Max ədədin birini daxil etdik. Ki birinci müqayisə üçün ədədimiz olsun. İxtiyari ədəddən ən böyüyünü deyir. En sayda. İndi bizə deməli sayıb gəlib endə çıxmaq üçün i də lazımdır. İ bərabər olsun 1-ə. İndi şərti veririk. İndi Fatih, normalda n dənə ədəd deyilsə, n sayda ədəd deyirsə, biz i kiçikdir, bərabərdir, n qoyuruq axı. Düzdür, Fatih? Bəli. Amma burada bir dənəsini götürək oradan üzəyə. O kiçikdir, en qoyuruq. Hə, ona görə i kiçikdir, n qoyacağıq. Bir dənəsini burada daxil etdik. Deməli, səhv elədim. Burada bir dənə n daxil edeyim. Burada bir dənə ədədi daxil edeyim. Sonra maksa mənimsədim. Bir saniyə. Biraz balaca qoyayım. Bir saniyə. N-i daxil edeyim. Ədədin birin. Sonra deyim ki, max bərabərdir M-ə. Yəni M ədədini daxil edim, ədədlərdən birini, max dəyişəni daxil edim. Burada birbaşa ilə max eləmişdim. Maksimuma, yəni ən böyük nəyə götürəcəm? Ona M-i mənimsətdim. Hələ ki M ilk ədədimizdir. Bu -5-dir məsəl üçün. Sonra deyirəm ki, gəldim burada bir dənə də M verdim. İkinci M-i necə daxil elədim. Axı müqayisə olmalıdır məndə. Hər dəfə M ədədi daxil edəcəyik ixtiyarı. Səni bunu aşağı çəkim ki. Aha, görürsən indi? Bəli. Aha. Deyirəm ki, max. İndi max kiçikdirsə M-lə götürməliyəm. Max böyükdürsə M-lə Fatih. Böyükdürsə. Ya biz ən böyüyünü axtarırıq axı. Hə də. Bax. M bərabərdir. Tamam ki. M bərabər idi. Lap tutalım ki 3 olsun. Bayaq 3 idi. Max bərabərdir 3-ə. İndi deyirəm ki, indi verdiyim M məsəl üçün 7-dir. Sən desən ki, M bərabərdir, max böyükdür 3-dən, kiçikdir 3-dən deyəsən onda. Max kiçikdirsə, yəni bu kiçikdirsə bundan da, max kiçikdirsə M-lə, balaca olacaqsa M-lə. Lap kiçikdir, bərabərdir qoyum Hə, ki. M print Hə, edəcək. bərabər hallarında səhv verməsin. Hə. Hərdirsə, maxa mənimsət, max olsun təzə M. Başa düşdün?
Bəli. Mhm. Yox. Orada i bərabərdir i üstəgəl 1 yazmırıq bəs. İkisini birləşdirib yazıram da. Hə. Hərdə də artmalıdır, yoxda da. Sonda nəyə çap etməliyəm? Maksimum. Yemin. Bəli, maksim. Maksimum. Başa düşdüm burada necə elədiyimi. Bəli. Bir ədəd daxil elədim. Birincini daxil elədim. Birincini daxil elədim deyə burada ilk kiçikdir n elədim ki, bir dövrümüz az olsun. İ'ni verdim. İ'ni burada bir artırdım ki, n dənə ədəd olan da çıxsın. Hərdə də yoxdur, fərq yoxdur. İ artmalıdır sayda axı. Burada da hər dəfə yeni n verdim, müqayisə elədim. Əgər bizim əvvəlki maksimumumuz təzə maksimumdan, təzə m-dən, yəni təzə ixtiyari ədəddən kiçikdirsə, mənim seçsin m-ə. Burada təcə kiçikdir də qoya bilərik. Problem yox idi. Kiçikdir, bərabər də qoya bilərik. Fərq yoxdur. Aha. Sonra 15-ci sual. Bir 2 dənə iki daxildir. Oxu. Oxu, oxu. fərqli natural ədəd daxil olunur. Əgər birinci ədəd ikincidən böyük olarsa, bunların ədəd ortası, əks halda isə bu iki ədədin 4 mislini çap edilən alqoritmi. Yazıq. Buyur. Bir dənə AB girişə veririk. E, Sonra isə bir dəfə 0 verək, bir dənə də P-yə 1 verək. Bir dəqiqə. Əgər yazaq ki, A böyükdürsə B-dən, Hadi bir dənə söz deyə bilərəm sənə. bəli. S-ə niyə 0 verdin ki? Niyə P-yə 1 verdin S-ə E, 0? birində ədəd ortasını istəyir cəmlə, birində də ki, hasil. Yaxşı, yazaq görüb burada nə tərş edəsən S-dən P-nə. Sonra nə edirik? A böyükdürsə B-dən, hə qoluna yazaq ki, S bərabərdir A vurulsun B bölünsün 2. A üstəgəl B bölü 2. Bunlar mötərizədə olacaq. 2 print eləyəcəyik orada. Yox qolunda da ki, P bərabərdir A üstəgəlinsin B vurulsun 4. İndi mən də görüm bu 0-ı 1-i hara qoydun? Neynədim bu 0-ı? Harada işlətdim bu 0-ı? İşlətmədim. Onda elə ancaq S-dən P versən bəs idi də. Bəli, ikisinə S də verə bilərdin, ikisinə də S verə bilərdin. Hansı tərəfə getsə S olsun. Bu nə idi? Hə. Deməli, Fatih, bayaq dedim, bax, sən burada A plus B böl 2 işlətdin. S bərabərdir, S plus A plus B filan qoymadın ki. Sənə burada bax, için qiymət lazım olmadı. Hə. Keçdik 16-ya. Hı hı. İxtiyari x və n ədədlərinin natural qiymətlərində verilmiş s bərabərdir. Hə. Burada cəm istəyirsən S-ə 0 verə bilərik. Bax, burada buna bənzər bir şey yazmışdır. Birində var idi belə. Ətraflarında deyirsən. Yox, ətraflı Burada deyil. Hansı burada bir sıra olduğunu soruşurdu. və burada A-ya 1 verə bilərik. Yəni A-ya 1 verək. Həmişə x üstü A üstə gəlsin 1 olsun. Başlayaq. Birinci n-i verək də həmişə. Bəli, n Basit. bərabərdir. Sonra S bərabərdir 0. Hı. A bərabərdir 1.
Sonra şərt blokuna qoyaq ki, nə qədər ki A kiçik bərabərdirsə N-dən, hə qolunda yazaq ki, S bərabərdir. Hı -hı. S vurulsun, mötərizədə A üstə gəlsin, X üstə A üstə gəl 1. Sorusun hanı burada? Bu da eğer ki, X kvadratıdır da ona görə. Bir dənə də X verək də, onu da dəyişən olaraq. Yox. X verməliydim burada o heç. X burada bilmirsən də nədən onsuz da X istifadəçi verəcək. S Burada aha. biz həmişə mötərizə daxilində vururuq da, amma birində cəmləyirik. Hı -hı. İndi baxaq. S-in üstünə hər dəfə gəl birinci belə eləyək biz. Bax, burada verilən düstura həmişə bax. Görsən nə edir? Nə edir burada? Sonuncu hasili verib də sənə n çıx 1, n çıx 1. Vurur n çıx 1-ə. Gördün? N çıx 1. Üstünə gəlir x üstü n. N budur da deməli. Doğrudur. Eynidir. N budur. 2-dir. Birini eləyibdi. N çıx 1-i vurubdu. Yəni 2 çıx 1. Vurulub 2 çıx 1. Üstünə gəlib nəyi? X X üstü üstü 2. 2-ni gəlibdi. Düzdür. O zaman sənin başlanğıcın burada əslində deməli 1 deyil də. Doğrudur. 2 olur. 2-dir. Belə də götürə bilərsən. Amma 1 ilə də götürə bilərsən. Problem deyil. 1 ilə götürsən necə olacaq? 1 Götürsən A burada vurulsun, 1 üstə gəl 1. 1-dir. 1 üstə gəlinsin. A 1-dirsə üstünə gələcək x üstə gəl 1-i. X üstə A üstə gəl 1-i. Düzdürmü? Sonra nə Hə, edəcək hər dəfə? Vuracaq nəyə? A üstə gəl 1-ə. vuracaq. Və İki formada da götürə bilərik. Sən burada tabi 1 yazmısan. Gəl elə gedək. Deməli, hər dəfə S-in üstünə nə gələcəkdir? S-in üstünə gələcəkdir ki, A üstə gəlinsin, X üstə. A üstə gəlinsin. Nə? X üstü A üstə gəl 1. X üstü A üstə gəl 1. X üstü A plus 1. Vuracaq bunda A üstə gəl 1-ə. 1 vurulsun. Vurulsun. Amma indi bir dənə söz deyim. Burada elə olmayacaq axı. Burada Burada bu ayrı karışma. məsələdir də, ona Gəl görə. bunu S-i 1-dən başladaq onda. Ən rahatı olacaq. S-i gəl 1 eləyək. S1 olsun. S1 olsun. Hı? A'mız da olsun 2. A'mız da olsun 2. S1 olsun, A'sı gəl olsun 2. S-ə bu qiymət verir. Çünki burada bu olmayacaq. Baxırıq ki. Bu bir dənə buradadır görsən. Evet. Sonrasında yoxdur. Deməli bu olsun S üstə gəlinsin. Yəni 1 üstə gəlinsin. Nə? Düşün. X X üstü üstü. A. X üstü A. Oldu mu? Geldi mi A'nı? Sonra S bərabər olsun. S vurulsun. Yəni bu cəm. Vurulacaq nəyə? A'ya yenə. A. Sonra da A-nın üstünə 1 gəlmir ya əlavə Hə, olaraq. gəlirəm. O da yer yoxdur. A bərabərdir A plus 1. Все. Yox, onu da S çap eləsin. Belə eləyə bilərik. Bir dəqiqə. Mənim. Ya bunu bu en çıx bir də eləyəkmi? Olar. En çıx vurulsun en çıx 1-ə. Üstünə gəlinsin x üstü n. S vurulsun n çıx 1. Eləyək, bunu da eləyək.
Eni daxil etdik. Bayaqki kimi S bərabərdir. Ha, indi burada biz vurma deyil, S yenə 1 götürəcəyik. Çünki hasil alırıq burada. Bəli. S bərabərdir 1, I bərabərdir 0. Bir dənə də X daxil edək. I kiçikdir, bərabərdir N. Hə. S bərabərdir S vurulsun. Deməli. İndi sən i-ni burada üzünə götürməlisən, 1 götürməməlisən. İ'miz dedik ki, Yəni, burada bayaq tapdıq ki, 2-dən başlayır. Düzdürmü? 2 götürürük də. Yəni. Hə. S bərabər S vurulsun. Deməli. I çıx 1, I çıx 1. Yəni nə oldu? 1 vurulsun, 1 çıx 1 oldu. Elə 1 də yəni 2 çıx 1, yəni 1 oldu. Üstünə gəlinsin. S bərabərdir. S üstə gəlinsin. X üstü I. I bərabərdir. I plus 1. Yoxlayaq mı bunu? Gəl yoxlayaq. Məsəl üçün, enə verək. Enə verək 3. Görək nə olur. Ya 4 verək. Enə 4 verək. Burada 4-ə qədər gelir. Enə verək 4 görək nə olur. N 4'dür. S 1'dir. I 2'dir. I kiçikdir, bərabərdir 4'dən. Hə. S bərabərdir. S vurulsun, 1 vurulsun. I çıx 1. 2 çıx 1. Yəni S nə oldu? 1 oldu. Sonra S bərabərdir. S üstə gəlsin. X üstü I. I də 2'dir. Düzdürmü? 1 vurulsun. X üstü 2 oldu. Bəs bizim vur 2'miz hanı? Bir üstə gəlinsin o. Vur 2'miz yoxdur ki burada. Vur 2. Hə, 2 olacaq burada. Bu görək. Sonra baxaq, yenə gəldi bura. Həyə. S bərabərdir. S vurulsun. Hə, I artdı 3 oldu da. Düzdürmü? I plus 1 I Bəli. oldu 3. I oldu 3. 3 kiçikdir, bərabərdir N-dən. Hə. Hə olanda S vurulsun. I çıx 1. I nədir? Bizdə 3 3'dür. 3 çıx 1 2. Bunu hə, bu üstə gəliydi özdə. Hə. Burada üstə gəldi, vurma görmüşəm. Bunu vurdu 2'yə. Okey, bura qədər düz gedirik. Sonra s'in üstünə gəldi, x üstünə i. Yəni x üstü i də 3'dür də hal-hazırda. Üstə gəldi, x üstü 3. 3. Təzədən i-ni artırdı, i oldu 4. I oldu 4. Gəldi, s bərabərdir, s vurulsun. Yəni bu əvvəlki s-də bütöv olur bu şey. S vurulsun, i çıx 1. Yəni 4 çıx 1 neçədir? 3. 3. Üstünə gəlinsin, x üstü i. I də 4'dür də. Üstə gəlinsin, x üstü 4. Aldıq da. Yəni eyni düsturda sən baxırsan ki, sənin bu hissəndən bu hissənə baxırsan. N nədir? 4'dür. Birincidə deməli i nə olacaq burada? 2. I olacaq 2. Bu başlanğıcı da qoyduq S-ə, hasil dediyin daha doğrusu. Görürük ki, burada hasil var. Hasil S vurulsun olacaq. Birinci. S-i 1 qoyduq. İni də verdik 2. Başlanğıc qiymətini. İlk kiçikdir, bərabərdir. N hissəsini bilirik zaten. S vurulsun. N-i ilə əvəzlədik. I çıx 1. Üstə gəlinsin. X üstü I yazdıq. Yerinə. İni də bir artırdıq. Çünki burada 2, 3, 4 belə gedir. Vəssalam. İkisi də düz idi. Bayaqki də düz idi bu da. Sonra hardayıq?
Bir dəqiqə PDF-dən çıxırdı, onu girim təzədən. Hı hı. 16 yoxsa 17 də olmalı idi. 16'ını yazdık. 17 değil. Evet. Deyir A, B və C tam ədədləri girişə verilir. C ədədin AB parçasında olub olmadığını təyin edən alqoritmin blok sxemini tərtib edin. 2 saniyə mən hazırım. Əlcəyin geyinim. Əlimi toxunur döşəyə. Gəldim. Burada Aha. 3 dənə tam ədəd verəcəyik. Aha. Sonra yazacağıq ki, şərt blokunu qoyub yazacağıq ki, əgər C kiçik bərabərdirsə, böyük bərabərdirsə A-dan və kiçik bərabərdirsə B-dən hə yazırıq. Yoxdursa da ki, yox. Deməli deyirik ki, C. Nə təcili? C böyükdür, bərabərdirsə A-dan and C kiçikdir, bərabərdirsə B-dən hə. Yox. Sonra nə edirik? Belə C-ni çap eləyək, hə yazırıq. Yoxda da ki, yox. Bu parçadadır, yəni bu parçaya daxildir. Deyildirsəm, daxil deyil. Aha, daha bitdi. Gəldik 18-ə. Burada deyir ki, Nədir? inside ədəd girişə verilir. Ən böyük ədədlə ən kiçik ədədin cəminin tək və cüt olub olmadığını təyin edir. Aha, bayaqki o ən böyük, ən kiçik tapma söhbəti. İndi görək tətbiq eləyə bilərsən. Fatih. Bir dənə n veririk bura. Hı. Sonra bir dənə də ki s verək, s-i 0 verək. Sonra bir dənə a verək. Maksimumu Niyə 0 verdik biz? deyək ki, cəminin tək və yaxud da cüt olub olmadığını istəyir. Burada bu cəmin başlanğıc qiymətinə ehtiyac olmayacaq mı Fatih? Yox, olmayacaq. Burada Fatih bax cəminin, yəni axırda bir cəm alasan onun, düzdürmü? Yəni sənin dövrdə cəmin dəyişməyəcək. S bərabər hər dəfə S plus nəsə eləməyəsən. Aydındır? Bəli. Elə deyilsə başlanğıc qiyməti qoymamalısan. Daha sonra Sonra şərt blokunda yazacağıq ki, əgər ki A kiçikdir, bərabərdirsə n-dən en sayıdan asılı ki, ən böyük ədədlər yox, hələ yox, maks Fatih. burada bayaqki Aha. kimi siz dediyiniz kimi getmirik. Bir dənə ədəd daxil elə, birinci ədəd daxil elə, m-i daxil elə. M bərabərdir 1. Yox, yox, yox. İxtiyari ədədlərdən birini daxil elədik, m-i daxil elədik. Elə bir sən mənə 10 dənə rəqəm deyəsən, mən birincini istəyirəm səndən. Bir dənəsi ver, 9-un sonra deyərsən dövrün içində. Başa düşürsən? Bəli. M-i daxil etdik. İndi bizim ən böyüyümüzdə o olacaq. Max bərabərdir M. M. Minimumumuzda o olacaq. Minimum da bərabərdir M-ə. 0 nə idi? İkisini də M-ə daxil edirəm ki, bir qiymətim olsun da aralıqdan götürüm. Yəni mən götürüb 5-i götürüb 1 milyonlarda bəlkə ədədim 1 milyonlarla müqayisə eləyə bilmərəm. Ha, bilməliyəm də hansı aralıqdayam. Şkalamı götürürəm. Aha. İndi Sonra şərt burada davam elə. bir dənə məsələn Burada bir dənə mən də nə i tər olmalıydı da. Düzdürmü? I bərabərdir bəli. 1 saymaq üçün. Aha. I kiçikdir Ə, bərabərdir n-lə. Hə, davam elə indi. Burada hə qolunda məsələn yaza bilərik ki, i bərabərdir maksimum m-ə. Yox, bunu elədik də. Max ayrı dəyişəndə m ayrı Deyək dəyişir. ki, şərt blokunda deyirəm. İndi mən bunu yazım. Fatih.
Sonra bir də izah eləyim. Yəqin ki, qarşıda yenə olacaqdır. Bir dənə sonra rəqəm qoyaq yerinə, yoxlayaq, bax. Yaxşı. Aha. İndi burada M-i təzələnən verəcək. Düzdür? İndi soruşasan. Deyəcəksən ki, M, M böyükdürsə max-dan və yaxud da max böyükdürsə M-dən. Max kiçikdirsə M-dən. Hə, getsin həq olma. Deməli, ən böyük baxırıq hələ ki. Maxa mənimsədək M-i. Hə, İndi getdik yoxa. Yoxda bir dənə də şərt verəcəyik. Deyirik ki, M böyük, M kiçikdirsə minimumdan bir saniyə. M kiçikdirsə minimumdan. Hə. Misal yerinə qoyacağım ki, görəsən tam. Minimum bərabərdir. Minimum bərabərdir M-ə. Minimum mənimsədirəm M-i. İstənilən halda i-ni bir dənə artırıram. I bərabərdir i plus 1. Yox, nəyin istəmişdi onların? Neçə Ee, ən kiçik cəminin tək və yaxud da cüt olub olmadığı. Deməli, indi burada S bərabərdir max plus minimum. Cəmlərini istəyir, düzdürmü? Bəli. S aldım. S 2-yə qalığı bərabərdirsə 0-a, hə. Çap eləsin cütdür. Yox. Çap eləsin təkdir. İndi gəl yoxlayaq ki, bizdən nə istədi burada. İxtiyari n-dən ədəd. N-ə bir dənə ədəd veririz. Bizdən 5 verək məsəl üçün. Düzdür. İndi m. Bir dənə ixtiyari ədəddir. Nə deyirsən de, Fatih? 7. 7. Max da bərabərdir 7-yə. Minimum da bərabərdir 7-yə. Hər ikisi 7 oldu. İndi gəldik. İ nədir? İ də 1-dir. İ kiçikdir 5-dən. Hə. İndi m. Təzədən bir dənə də ixtiyari ədəd istəyir. Bir ədəd ver. 8. 8. İndi deyir ki, max kiçikdir m-dən. 8 kiçikdir m-dən Fatih. 1. Niyə? Max 7 deyil. Hə, 8. 7 kiçikdir də 8-dən. Bəli. Max bərabər olsun m-ə. Max nə oldu? 8. Max oldu 8. Aha. İnin üstünə 1 gəldi. İ oldu nə? 2. İndi yenə səndən m istəyir. Bunu amma kiçikdir qoymalıyıq. Bayaq demişdim əslində ki, bir dənəsini yuxarı daxil etdiyimizə görə i daxil olmamalıdır. Aha. M ver. Bir dənə m ver də Fatih. 10 olsun. 10 olsun. Yenə böyük dedim. Biraz fərqli ədədlərdir də. Biraz çərçivədən çıx. 3 olsun onda. Nə? 3. 3 olsun. Tamam. Deyirik ki, indi gəldi M3 oldu. Deyirəm ki, max kiçikdir M-dən. 8 kiçikdir 3-dən. Xeyr. Yox, gəldik. İndi deyirəm, M kiçikdir minimumdan. Yəni 3 kiçikdir. Minimum nə idi? 7 idi də, düzdürmü? Yuxarıda 7 Bəli. yazmışıq. 3 kiçikdir minimumdan Fatih. Bəli. Minimum nə oldu onda? 3. 3. Minimum oldu 3.
i oldu nə? İ'nin üstünə bir dənə də gəldi. i oldu 3. İndi gəldi 3 kiçikdir n'dən. Hə. Bir dənə də m istəyir Fatih. Bir dənə də bir şey rəqəm ver. 11. 11. Max bərabər, max kiçikdir m-dən. 11 kiçikdir. Yəni 8 kiçikdir 11-dən Fatih. Bəli. Bəli. Deməli max nə oldu onda? 11. 11 oldu. Max oldu 11. Gəldi i'nin üstünə 1 gəldi. i nə oldu? 4. 4 oldu. 4 kiçikdir 5-dən. Hə, indi m verirsən, ədəd verirsən. Bir dənə də ədəd ver. İndi gəl bir sənə nətər ədəd verək. Mənfi. Nə 3-dən kiçik olmasın, nə 11-dən böyük olmasın. 5. Ortasında bir ədəd. 5 olsun məsəl üçün. Aha, 5. İndi deyirəm ki, max kiçikdir 5-dən. Yəni 11 kiçikdir 5-dən. Xeyr. Yox. 3 kiçikdir 5-dən. Bəli. 3 kiçikdir 5-dən. Ha, 3 m kiçikdir. Minimum 3-dür. Ya, yox, 5 kiçikdir 3-dən. Tərsən dedim. Aha. M Xeyr. 5-dir. 5 kiçikdir 3-dən. Xeyr. Hara gəldi? Bura gəldi də. Yox olmaz. Gördün? Heç birisinə daxil olmadı. i bərabər i plus 1. Yəni bu aralığı göstərmək istədim ki, sənə nə böyük, nə balaca bir ədəd olmayanda bunlardan gələcək bura ortada bir ədəd olanda. i oldu nə? i neçə idi bizdə? 5 oldu indi. 5 oldu. Bəli. Biz hansı ədədləri daxil elədik? 7 daxil elədik. 8, 3, 11 bir də. 11 Bir dənə də daxil 5 elədik. daxil elədi axırda. Hə, bir dənə də 5 daxil elədik. Hə. i də oldu nə? 5 oldu. 5 kiçikdir 5-dən? Yox. Keçdi bura. Maksimumla minimumun cəmini topladıq. Maksimumumuz 11 oldu. Minimumumuz 3. Bax, düz götürübmü? Deməli, alqoritmimiz. Maksimumu da düz götürüb, minimumu da. İçlərindəki ən kiçikdən ən böyük götürübdür. Cəmi 14 cütdür. Getdi cütə çap olundu. Vəssalam. Başa düşdün necə işlədiyi? Bəli. Hər dəfə yoxlamalısan ki, əgər sənin ən böyük ədədindən böyükdürsə, ən böyüyünü ona mənimsədirsən. Yox, əgər sənin ən kiçik ədədindən kiçikdirsə, nə edirsən? Minimuma həmin ədədi mənimsədirsən. Heç biri deyilsə də dövrə davam edir sadəcə. Getdik. Buyur Fatih. 19-da deyir ki, girişə verilən ixtiyari n sayda ədəddən ən böyük mənfi ədədi tapan alqoritmin blok sxemini tapın, tərtib edin. Hə, ixtiyari n sayda ədəd hə, bir Yenə dənə də n daxil mənfi edin. tapalsan da sən. Aha. Nə edirik o zaman? İxtiyari n ədəd deyəndə bir dənə n verək, bir dənə də m-yim. N'yi verdik. M'i də verdik. Aha. Əgər ki yaza bilərik ki, m kiçiksə sıfırdan. Yox, bir dənə ədəd versin. Sən hələ bir şərtini falan qurmasın, axı burada sonrasında gedəcək o proses. Şərti qur hələ. Sənə nə lazımdır, Fatih? Sənə Ən böyük mənfi ədəd tapan. indi sən yəni ədədlər daxil edəcək sənə. Tam ki lap m oldu 5. Sən təzədən bu m maksimumu bərabərlədin. Burada da bəlkə kimi O gedəcəyik də. problem deyil. Ha, bayaq kimi gidiyorsun. Çünki ondan sonrasında mənfi versə, orada yoxlayasan həm mənfiliyin. Hər dəfə mənfi versə, yoxlayasan ki, əgər bu əvvəlki şərtdən böyükdürsə, daxil elə. İndi yazaq, davam Hə. edək, necə edirik? Onda m-i maksimuma bərabər eləyək. Maksimum m-i bərabər eləyirik. Hı -hı. Bir dənə də ki, k verək, k-nı da 1 verək.
Sonra həmin k n-dən kiçikdirsə, bir dənə də ki, hər qolunda bir dənə də m daxil edir, hər dəfə daxil eləsin. M daxil etsin. Aha. Əgər ki, indi Burada yoxlayaq. həmin İndi bu e, şərtdə yoxlayaq. sonrakı daxil edilən əvvəlki daxil ediləndən Yox, burada kiçikdirsə, bir dəfə də mənimsətmə eləyəcəyik. Bir dəfə də mənimsətmə edəcəyik. İndi burada desin ki, nə desin? Desin ki, M kiçikdir sıfırdan. Hə. hə, bildim. İndi gəl burada ücə artıq M-i daxilləmişik. Hər dəfə daxil edirik. Nə vaxt ki kiçikdir sıfırdan. Hə? Nə vaxt ki Bəli. kiçikdir sıfırdan. Hətta gəl K-nı da burada dəyişək. K bərabərdir. K plus 1 olsun. Burada edək işimizi. Burada hər dəfə K da artsın. Hədisə get burada mənimsədək təzədən. Maksı. Max bərabərdir. M olsun. Hə, bildim. Hı. Yox, indi Max'ı dəyişdik. Bir dənə baxaq. Tam ki, Bəlkə. mənfilərdə biraz fərqli Hə. olacaq. Məsələn, bizə daxil edilib ixtiyarı -7. Məsəl üçün, tutalım ki, müsbət 3 idi. İndi hər dəfə mənfi ədəd daxil ediləcək. Görə o da var. İxtiyari eyni sayda ədədin ən böyük mənfi ədəd demir də mənfilər ancaq mənfi daxil edilir ya yox. Mənfi Ən 3, böyük mənfi mənfi ədəd deyibsə, bizdə 5 müsbət oldu. daxil eləsə, mənfi çap eləməyəcək ki, onda mənfi Evet. olmalıdır da daxil edildiklər hamısı. -9, -6. Belə bir şey. İndi -1-lə müqayisə edəcəm. Bax, tutalım ki, belə verdi. Aha, indi əgər sənin emin 5-dirsə, deyəcək ki, 5 kiçikdirsə 3-dən, hı? 5 kiçikdirsə 3-dən, Mənfi heç olmalı deyil. düz dedim. Burada bir dənə dövr yox. M kiçikdirsə -3-dən, tamam ki. M bərabər olsun -3-ə. Amma sonrasında 1 olacaq axı. Gəl onda burada bir dövr eləyək. Maraqlı sualdır bu. Bir saniyə. Burada bir dövr edək. Sonra gətirək. İlk mənfini tapaq sonra. M-i daxil etsin. N daxil olundu. M də daxil olundu. K bərabərdir 1. K plus 1 nədir? Bir saniyə. B-ni tutduğumu yazırım. Hə, indi şərti burada M-i daxil elədi. Hər dəfə soruşuram. M nə qədər ki? M böyükdür 0-dan. M böyükdür. M kiçikdir 0-dan. M kiçikdir 0-dan. Hə. Deməli, M kiçikdirsə 0-dan. Deməli, nə edirik? Hə. Mənfidirsə, mənfidirsə. Max bərabər olsun. Aha, M-ə. Yoxdursa da K bərabər olsun. K plus 1.
K plus 1 olsun. İndi baxdıq. K1 oldu. N daxil etdik. M daxil etdik. Deyirik ki, M kiçikdir sıfırdan. M mənfidir. Mənfidirsə, maksa mənimsədək M-i. Yəni, maksimumumuz olsun M. Hə. K-da artsın. İndi ondan sonra tezdən şərt açılsın. Şərt açılsın. Hı. Buranı deməli N-i verdik, K-nı verdik. M-ə hər dəfə ədəd daxil etdik. Nə vaxt ki, mənfi alacaq. Almırsa, almırsa. K-nın üstünə 1 gəlib təzədən M-i daxil edirik. K-nın üstünə 1 gəlirik ki, K da artsın da. Burada inside ədəd olmalıdır. Hə. Nə vaxt ki, daxil oldu, hə oldu, keçdik bura. Keçdik. Sonra keçəndən sonra deyirik ki, əgər n böyükdürsə, yox, bir saniyə, k kiçikdirsə n-dən. K kiçikdir bərabərdir n-dən. Hə. K-onsuz da buradan başlayıb artmağa hər dəfə. Hə, burada da deyirəm ki, burada m daxillədim mən. Hə. M-in sayına baxın bir dənə. M daxil etdikcə, M daxil oldu 0. Hə. Hər dəfə K-onsuz 1 gəldi onsuz da. Bir dənə buradakini gəlmədi. Nə qədər ki, K kiçikdir n-dən. Buna baxarıq sonra bu hissəsinə. Hə. İndi baxaq. Hərdirsə bir dənə də şərt qoyaq. Hərdirsə bir dənə də şərt qoyaq. Deyək ki, sualımız belə olsun ki, deməli, K-mız var, M-imiz var, hə. İndi mənfiləri necə müqayisə edirik, ona baxaq. Deməli, mənfi, hə, indi burada həm mənfi olmağını yoxlamalıyıq, həm də kiçik olmayı yoxlamalıyıq, düzdürmü? Deməli, belə yoxlamalıyıq onda. K kiçik, yox, M kiçikdirsə, M ədədi. M kiçikdirsə sıfırdan, yəni M həm mənfidirsə, and M böyükdürsə max-dan. Hə. Max bərabər olsun M-ə. K da bərabər olsun K plus 1. Burada da K bərabər olsun K plus 1. Əcaib qəraib bir şey qurduq, görək nə olur. Bura gətirəcəm. Deməli, yoxunda da nə etsin? K-nı topladı, yoxu bura gəlsin, qoy. Bura gəlsin, bura. Hə, burada yoxlayır da. Yox. Yoxunda da maksı çap eləsin. İndi yerinə qoyub yazacaq. Görək düzəlirəyək. Aha, enə nə qoyaq yenə? 3 qoyaq, 7. amma çox getməyək. Gəl 3 Ha, qoyaq, olsun. çox getməyək. N bərabər olsun 3-ə. 3 dənə, ya lap 4 olsun. N olsun 4. N oldu 4. İndi M-ə bir dənə ədəd deyilən Fatih, daxil edək. -4. Mənfi 4 eləmədə, müsbət elə ki, görək gəlir. Yaxşı. Olsun müsbət 4. Olsun 4. Aha. 4 kiçikdir 0-dan. Xeyr. Xeyr. K-nın üstünə 1 gəldi. K nə oldu? 2 oldu. Aha. Dayan, 6 eləyəcəm bunu. Bunu 6 eləyəcəm.
Eni 6 eləyəcəm. Çünki burada başqa dövrlərdə ehtiyacımız var. Bir saniyə buraları sileyim. Burada dövr sayım çox olmalıdır ki. Aha. N bərabərdir 6. İzah üçün çox eləmək istəyirəm ki, burada 2-3 dəfə dövr eləyək. N olsun 6. Hə, M-ə verdin 4. M kiçikdir 0-dan. Yox. 5 getdi. Ha, nə oldu? 2 oldu. Düzdür, gəldi. Yenə bir dənə M ver. Bir dənə müsbət M ver. 5. Neçə? 5. 5. M oldu 5. M kiçikdir 0-dan. Yox. K'nın üstünə bir dənə də 1 gəldi. K nə oldu? Oldu 3. Hə. İndi mənfi ver. Görək hara gedirik. Gördük, Mənfi müsbət 4. olduqca götürmədi. Burasını gördük. Aha, indi həyə gedəcəyik. Mənfi Mənfi 4. 4. Mənfi 4. Bəli. Aha. İndi M oldu mənfi 4. M-ə burada mənfi 4 verdi. M kiçikdir 0-dan. Hə. Bəli. Max oldu nə? M. Mənfi Mənfi 4. 4. Ha, davam edirik. Yuxarıda işimiz qutarıb onsuz da. İndi baxırıq. K kiçikdir N-dən. K 3-dür də. Düzdürmü? Hə. 3 İndi kiçikdir 6. 6-dan. Hə. Aha. M Sonra yazır. daxilləmişik ki biz onda. M-i daxilləməmişik axı. Hə, indi burada M daxilləməliyik biz. Aha, buradan bir M verək. M daxilləməmişik. Aha, indi M daxil elə. Mənfi 4 olsun. Mənfi 5. Bu mənfi 4-dən əlçəkdə. Mənfi 5 olsun. Aha. M oldu mənfi 5. Aha. İndi M kiçikdir 0-dan. Hə. Bəli. M böyükdür max-dan. Mənfi 5 böyükdür mənfi 4-dən. Xeyr. Xeyr. Getdi yoxa deməli. Yoxa. K nə oldu? K 4. oldu 4. Bir də gəldi bura. Dövr gəlir burada. Gəldi burada yoxladı. İndi deyir 4 kiçikdir 6-dan. Hə. Düzdür. İndi M-ə bir dənə də ədəd daxilə Fatih. M olsun mənfi 2. M olsun mənfi 2. M olsun mənfi 2. Aha. İndi deyirik M kiçikdir 0-dan Fatih. Bəli. Hə. M böyükdür max-dan. Mənfi 2 böyükdür. Mənfi neçə idi max? 4-dən. Mənfi 4-dən. Böyükdür. Hə. Bəli. Max olsun M. Yəni max nə oldu? Mənfi 2. Max oldu mənfi 2. Bir saniyə qapını açıb gəldim. Aha. Gəldim. Deməli, bizim K'mız nə oldu? Burada qalmışdı. K oldu 5. Bəli. K oldu 5. İndi K'ya hə, bir də ədəd verək. Bir dənə də ədəd ver. Mənfi 7 Bir dənə olsun. də müsbət ver görək hara gedir. Oldu. 7 verir. Buradan sonra 7. Orada da ki M kiçikdir 0-dan. Yox. Yoxa gedir. Yenə müsbət ola yoxa gedir. K nə olur? 6. Hə. orada da ki Kiçikdir birinci 6-dan. Yox. Mənfi 2-ni oldu. çarp edir. Bəli. Son. İndi baxaq görək. İşləməyinə işləyir. Amma bir dənə bu n sayını baxım görüm düz oldu. N dənə ədəd vermiş olduq. Aha. M-ə birinci nə verdik? 4 verdin. Düzdür? 1. Sonra 5 verdin. 2. Sonra n mənfi 4 verdin. 3. Sonra nə verdin M-ə? Bu M idi, hə? Mənfi 5. 4. Neçə oldu? Saymadım. Bir saniyə. 1, 2, 3, 4 dənə. M-ə mənfi 2 verdik. 5. Bu axırıncı 5 verdiyin də o M idi də. Mən burada K yazmışam. Yoxsa yox. Müsbət ədəd Görə bilmirəm. 7 verdin, nə verdin? Bu da 6. Hə, 6 dənə. Düppələn düz işləyir alqoritmimiz. Doğru. Problemsiz işlədi, amma bu çox böyükdür də. Yavaş axtararıq.
Tarmaq istəyirsən? Çünki bu gün hazırlanan dərslərdə dur, sabahçılarda. Tamam, neçədəyik ki biz? 19'dayıq. 19-u qurtardıq. Aha, 20'ni də yazaq. 20'dən sonrasına da bir video çək. Elə uşaqlar da az-az baxsınlar. Birdən birə bu boyda 42. 20'sini yazaq, 22'si də qalsın. Gəl, 20'ni də yazaq. Hətta məndən olsa 21'in yazaq, tam yazsın. 21'ində gələn dərs yazarıq. Var. 20'dən Deyir, daxil, aha, oxu. daxil edilən bir dəqiqə zaryadkasını götürüm gəlim də. A və B parçasında yerləşən müsbət tam ədədlərin ədədi ortasını. Bu da asandır əslində. Müsbət tam ədədlərin ədədi ortasını. Gəl yaz Fatih. Bəli, 20 çox asandır. Yəni bayaqki ədəd ortada eyni şeydir, heç bir fərqi yoxdur. 21'i yazaq. Bu 21 də bayaqki ilə eyni deyil. Prosto Bayaqki burada mən en üsttədir. yazmışdım da, prosto tək fərq. Ha, Bu dəfə burada sən yazarsan. burada bir dənə n verək, bir dənə də x verək. X-i n-i birinci 2-yə mənimsədək. Bir saniyə. Vur, nöqtə, nöqtə, nöqtə. X üstə gəl n. Hə, cəmini istəyir. Buyur. Nə edirik? Burada n-i 2-yə mənimsədək, birincidə N şey nədir? N verir. axırıncı hərfdir. N nəyə mənimsərsən? N yox, indi N. A verək bir dənə, A-nı 2-yə mənimsədək. A bərabər olsun 2-yə. Aha. Sonra bir dənə də S verək, S-dəki 1 olsun, S 1 olsun. S1'i hardan aldın? Hanı orada mən bir görürəm. Hasilləri itirdi ona görə. Ha, yaxşı. Hı. Sonra şərt qoyaq ki, nə qədər ki A kiçik bərabərdirsə N-lə, Bunları biraz balaca yazım yerim olsun. N2 sonra nə etdik? I bərabərdir 2 qoyduq. Sonra nə nə qədər etdik? ki S i kiçik bərabərdir 0 yazdıq. Aha. isə 0 isə 1 yazacaq da hər dəfə Aha, S bir. vurulsun Aha, yazacaq. bir demişdin sən. Aha. Görək nə almış. Sonra yazacaq ki I nə qədər ki kiçik bərabərdirsə N-lə, I nə qədər kiçikdir, bərabərdir N-lə. Aha, hə. sağ qoluna yazacaq ki S bərabərdir, S vurulsun, S vurulsun, X üstə gəlsin I-yə. Mötərizədə. S vurulsun 2, üstə gəlinsin i-yə. Sonra da yazaq ki S bərabərdir S vurulsun I-yə. Burada X üstə gəl I-ni mötərizədə yazaq. Hı. Yəni də ki sonra yazaq ki S bərabərdir S vurulsun I-yə. i-yə. Hı. Bir də sonradakı hər dəfədəki i-nin üstünə 1 gələcək. I bərabərdir üstə gəl 1. Yoxda da s-i çap edəcək yəqin ki. İndi Bəli. gəl yoxlayaq. Tez n-in yerinə bir 4 verək. Görək nə olur. N bərabər olsun 4-ə. Aha. Yoxlayaq. I 2-dir, s 1-dir. I kiçikdir, bərabərdir 4-dən. N-lə. Bəli. N-lə. Da 4-dən. Hə. Hə olanda s bərabər olacaq. S Hə. vurulsun. S-dəki 1 idi də. 1 vurul. X 1 üstə gəlsin vurulsun. 2. 1 vurulsun 2x, yəni 2x. Üstə gəl 2. Gəlinsin 2 oldu. Hı -hı. Sonra onu vurdu i-yə. Burada i üstə gəl 1-ə vurmalıydıq biz. I üstə gəl 1-ə vurmalıydıq. I plus 1. Hə. Aha. Vurduq 3-ə. Hı -hı. Vuruldu 3. Sonramdakı i olur I oldu nə? I oldu 3. 3. Aha. 3 kiçikdir, bərabərdir 4-dən. Hə.
Mən getdi X-dəki neçə idi? X S bu idi. Bunu vurdu Hə. X-də. Cəmi vurdu. İndi burada məsələn biz Burada üstə üstə gəldi gəl. yazmalıydıq. Bəli. Vur 3. Axı yəni bəlkə şey səhv yazmışam ben. Ha burada prosta bu yox imiş heç. Plus 3 imiş. Dayan bunu 3 eləyək. Hə? Ha bu plus 3. Mən səhv. Yox, orada X üstə gəl 2 vurulsun X üstə gəl 3-dür. Vurulsun 2, vurulsun 2. Hə, üstə gəl 3'dür. Ay sağ ol. Onda biz bu i-ni təzədən nə edək? Burada da bir dənə eksi x-ə vuraq hər dəfə. Elə vuraq da burada x-ə vuraq. Burada x-ə də Heç vurdu. orada onda S-in üstünə S-i i üstə gəl 1-ə vurmağa məncə ehtiyac yoxdur. Axı. S-in üstünə e plus 1 gəlir. Necə ehtiyac yoxdur? Şərt səhv köçmüşəm. Vurdu x-ə, üstünə gəldi n. Nəyi deyək onda? Nəyi dəyişdirək? Yox, düzdür məncə. X üstə gəlsin çağırda. X vurulsun i üstə gəl 1. Təzdən yazaram. S bərabərdir S vurulsun. Aha, buyur, denən. S vurulsun. X üstə gəlinsin. İ'dir də. Düzdürmü bu? X üstə gəlsin i. Bura X üstə gəlsin i. Bu nədir? Vurulsun i üstə gəl 2. X üstə gəl 2. Vurulsun. Üstə gəl 2. i. Vurulsun 2x. Vurulsun x'ə. Üstə gəlinsin i plus 1. Belə olur bəlkə. Bir yerdə yazdım dediklərini. Aha, yoxlayaq indi. Burada nə oldu? Üstə gəl 3. Aha, x üstə gəlsin 2. Vurulsun 2x. Üstə Düzdür. gəlsin 3. Üstə gəlinsin 3 oldu. Aha. İ Sonra vuruldu. i 3 olur. İ 3 oldu. Gəldik bura. Vurulsun. Vurulsun x üstə gəl 3. X üstə gəlinsin. Vurulsun. X üstə gəl 3. Yox, alınmadı axı. Burada Yox, səhv oldu. Gəl baxaq. Bir saniyə, gəlin baxaq. Aha. Deməli, həyə getdi. Həyə. İndi deyirik ki, həyə gedəndən sonra baxırıq, incəliyirik. Deyirik ki, buranı bir dənə qəşəng x yazım qoy. Nə oldu buna? Hə, vurulsun x. Gəl bilirsən necə edək biz bunu. S-i x verək başlanğıcı. Mən əslində sinifdə bunu sizə yazmışam. Bir dəfə. S-i burada x verək. S-imiz x olsun. İndi hər dəfə S-in üstünə gəlim, i-ni S bərabərdir. S üstə gəlinsin, i, i. Yəni nə 2. S bərabərdir. S vurulsun, x. İndi gəl baxaq görək nə olur. Aha. Baxaq. Nə alırıq burada 6 ay deyirəm, Fatih. N-ə 4 verdik, düzdür? I nədir? 2. 2-dir. S də, x də hələ ki. 2 kiçikdir, bərabərdir n-dən. Hə, s Ha. bərabərdir s plus i. S-in üstünə gəlik, 2 gəldik. S Üstə x-dir. gəl 4. 2. Aha. Vurulsun x-ə. Vurduq x-ə. I nə oldu? I 3. oldu 3.
Gəldik 3 kiçikdir bərabərdir n-dən hə. S-in üstünə gəldik. S-in üstünə gəldik 3-ü. Üstə gəldik 3-ü. Vurduq nəyə? X-ə. Cəmi vurduq 3-ə. Sonra i X-ə vurmuruq. oldu 4. Nə? Cəmi X-ə vururdıq da orada. Tamam. Tamam yenə 3 yazalım. Hə, vurdum x-ə. X-dir burada. i oldu 4. 4 kiçikdir bərabərdir 5-dən. Hə. S-in üstünə gəldik. 4 gəldik. Gəldik. Sonra da Vurduq X-ə. 3-ə. Sonra 5 oldu. Üstə gəldik nə? Üstünə gəldik 5. Yenə vurduq x-ə. Alındı. Deməli bu sıraya baxanda Fatih görürük ki burada 2-dir. Burada 3 oldu. Burada 4 oldu. Burada 5 oldu. Düzdür. Burada Bəli. vurub x-ə. Vurub x-ə. Burada da vurub x-ə. Burada da vurub x-ə. Bizim sıramızı pozan nə idi? Bu x idi. Düzdürmü? Başlanğıc. Bəli. Bunu burada S-ə mənimsədəndən sonra çox rahat bir sıra alındı. Görsən S üstə gəlir. S vurulsun x. Hə, bildim. Belə 21 dənə suala baxdıq biz. Gələn dərsdə 21 suala baxarıq. Hə, oldu. Sağ ol. Sağ ol. Sağ ol.